23 iyunda 333 nömrəli məktəbin 9C sinif şagirdi Günal Məcidsoy və şəhid kapitan Tural Zeynalov adını daşıyan 8A sinif şagirdi Vüsal Talıblının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş Uğurlu Gələcək adlı fərdi yaradıcılıq sərgisi təşkil olundu. Sərgidə fəxri qonaq olaraq Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinayda Mirzəzadə və Aizin brendinin rəhbəri Aygün Kamil qızı iştirak etdilər. 333 saylı məktəbin direktoru Rəqsanə Haqverdiyeva və müəllim kollektivi qonaqları yüksək səviyyədə qarşılayaraq sərginin gənclərin həyatındakı əhəmiyyətindən söhbət açdı. Rəqsanə Haqverdiyeva bildirdi ki, bu sərgi sadəcə rəsm əsərlərinin nümayişi deyil, həm də gənc istedadların öz dünyalarını, duyğularını və düşüncələrini bölüşməsi üçün əhəmiyyətli bir meydandır. O, əminliyini bildirdi ki, bu sərgi şagirdlərin həyatında yeni bir başlanğıc olacaq və onlar gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlar. Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova çıxışında qeyd etdi ki, 333 nömrəli məktəb şagirdlərinin uğurları, məktəb direktoru Rəqsanə Haqverdiyeva, direktor müavini Mətanət Hüseynova, 8A sinifinin rəhbəri Günay Ağayeva və müəllim kollektivinin komanda şəklində fəaliyyətinin nəticəsidir. Elnurə İskəndərova, Günal Məcidsoyun və Vüsal Talıblının əsərlərindəki ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə portretləri və vətənpərvərlik ruhundakı müxtəlif janrlı əsərləri yüksək qiymətləndirərək onlara yaradıcılıq uğurlarının davamlı olmasını arzuladı. Sərgidə iştirak edən Günal Məcidsoyun atası Qarabağ qazisi Kərəm Məcidov və anası Sevinç Məcidova, eləcə də Vüsal Talıblının atası Adil Talıbov və anası Pərvin Talıbova bugün övladlarının uğurlarına şahidlik edərək dərin qürur hissi keçirdilər. Gənclərimizin sənətə olan marağı, yaradıcılıq bacarığı və milli dəyərlərə bağlılığı gələcəyimizin parlaq göstəricisidir. Sonda hər iki gənc rəssama diplom təqdim olundu və xatirə fotoları çəkildi.